Hər birinizi salamlayıram, kanalımıza və videomuza xoş gəlmisiniz. Deməli, bugün nə edirik? Bugün başlıqdan da gördüyünüz kimi ondakı Lokko trendini çəkən qaqaş var deyə. Yəni Lokko mahnısı ilə bir trendə çevirdi Lokkonu. İndi qoyacam baxarsınız. Halal olsun da bu qaqaş yəni. Həmin bax bu video, düz bax bu videodan başlayıb qaqaş. Bu video 97 milyon izlənib. Deyilənə görə bir futbolçu paylaşıb video trend olub da, partlayıb video. Halal olsun da bu qaqaş bazardı. Yəni adı Pərvindir deyəsən. Lokko deyirlər belə. İndi bütün şirkətlər falan qaqaşı çağırır, yəni reklam üçün. İnşallah videonu bəyənərsiniz, çox uzatmadan keçdik videoya, xoş izləmələr. Baxaq görüm Lokko trendi ilə nə qədər insan, kimlər video çəkib. İlk növbədə Türkiyəli bir adam Lokko trendi ilə video çəkib və bu video 300.000 bəyənmə alıb. Həmin qaqaşdan öyrənib deyəsən, Azərbaycanlı Pərvin var ya. Alındıra bilməyib. Çox yaxın tutub elə bir kameranı. Amma Pərvindən keyfiyyətli çəkib, amma Pərvin qədər izlənməyib. Yəni Lokko kimi izlənməyib də, Azərbaycanlı qaqaş kimi alındıra bilməyib. O İzzət də çəkib. Axırda yoruldu İzzət Ələviyev. Ardını gətirə bilmədi. Bunlar Azərbaycanlı deyil. Bəlkə də Azərbaycanlıdır, nə bilim, amma səhifələri Azərbaycanlı səhifəsinə oxşamır. Yəni də qaqaşdan öyrəniblər də. Bu trendi Azərbaycanlı qaqaş yaratdı, yəni. Pərvin də adı deyil bu qaqaş. Bax, eynən bax bu qaqaş. Maşında zada oturub video çəkib partladı, yəni. Bu videonu deyirdim də, yəni 97 milyon izlənib. Futbolçu bu videonu paylaşıb deyəsən. Bundan sonra səhifə qalxdı falan. Ay Gülbala da çəkib. Gülbala çox zor çəkib bax. Həm də ki utanır elə biraz. Bax, həmin qaqaş indi bu başqa mahnı deyəsən. Başqa mahnıdan çəkib. Bu da trend yəni. Bu mahnını da bu qaqaş trendləyir. Yəni belə hərəkətlər eləyirdi. O necə oxşuyur qaqaşa. Bax ki qaqaşa necə oxşuyur bu. Hamısını yeri ki bəlkə trend falan olar, yəni yaxşı pul qazanırlar. Reklam edərlər. Amma o qaqaş kimi heç kimi alındıra bilməyib. Gülbala hər yerdə çıxır maşallah. Trendlərdən geri qalmır. Mopedin üstündə uzanıb çəkib özü də. 10.000 bəyənmə gəlib Gülbalanın bu videosuna. Gülbala davam elə, o qaqaşı keçəcəksən. Fərid Qaya belə çəkib. Bu da Roşlayev. Keyfiyyətli çəkirlər videoları. Hadi indi qaqaş ət dükan açıb deyəsən. Bu video yəni çox babat izlənib. Çox keyfiyyətlidir yəni. Qəşəng aldı. Halal da bu qaqaşa. Məncə özünün xəbəri olmaz, yəni özü qabaqcadan bilməzdi ki bu yerlərə gəlib çıxacaq. 10 dənə videomuz bitdi. Hər videoda 10 dənə video seçib reaksiya verirəm. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Video bugün də keyfiyyətsiz oldu. Keyfiyyətsiz olmağının tək bir səbəbi var, bilirəm. Çünki əvvəllər heç keyfiyyətsiz düşmürdü. Çünki günorta çəkirdim. İndi saat düz 5-dir. 5 olmasa belə 5-ə 3 dəqiqə qalıb. İnşallah bəyəndiniz. Video xoşunuza gəldiysə, yəni like atın da. Like atın, görə bir nə qədər bəyənmə gələcək. Bu videoya əgər 500 bəyənmə gəlsə 500 bəyənmə gələcək. İnanıram. Gələn videolarda görüşmək ümidi ilə. Tələssimə biraz. Sağ olun, sevilirsiniz.